Herkese salam, hər birinizi xoş gördük. Bugün sizinlə birlikdə həm görünüşü, həm də dadı ilə hər kəsə heyran edəcək xüsusi formalı gavalı mürəbbəsi hazırlayırıq. İlk növbədə təzə və bərk meyvələrimizi geniş bir qaba əlavə edirik. Üzərinə bol su tökərək yarpaqlarından və tozundan təmizlənməsi üçün yaxşıca yuyuruq. Meyvələrin zədələnməməsi üçün onları ehmalca əlimizdən sudan keçiririk. İkinci dəfə təmiz suya qoyub yenidən süzürük ki, tam təmiz olsun. Meyvələrimiz təmizləndikdən sonra ən maraqlı və səbir tələb edən mərhələyə keçirik. Hər bir meyvəni götürərək iti kəsici vasitə ilə və ya iti uclu bıçaqla tərəflərindən kəsiklər atırıq. Bu kəsiklər sayəsində meyvəni ortadan açdıqda ulduz və ya çiçək formasını alır. Bu çox gözəl, estetik görünüş verir meyvəmizə. Həmçinin meyvənin çəyirdəyini deşmədən və ya zədələmədən kənarlarını səliqə ilə dilimləyirik. Bu addım mürəbbənin həm şirən bərabər hopdurmasına, həm də süfrədə estetik görünməsinə kömək edir. Bütün meyvələrimizə çiçək forması verdikdən sonra onları böyük ehmallı qaba və ya mürəbbə ləyəninə yığırıq. Üzərinə kifayət qədər şəkər tozu əlavə edirəm. Əgər mənim 1 kilo meyvəm varsa, 900 qram şəkər tozu kifayət edir. Şəkər tozunu meyvələrin hər tərəfinə bərabər paylanması üçün ləyəni ehmalca sallayaraq qarışdırırıq. Qətiyyən qaşıqla sərt qarışdırmırıq ki, formalar pozulmaz. Meyvələr öz şirəsini buraxması üçün bir qədər, təxminən 2 saat gözlətdim. Daha sonra ləyəni ocağın üzərinə qoyub, şəkər tozu əridikcə, mürəbbə qaynamağa başladıqca üzərinə əmələ gələn köpükləri kəfkir vasitəsilə səliqəli yığıram. Kəfkirin arxası ilə meyvələri batırmadan, batıb çıxan hərəkətlərlə şərbətin hər tərəfinə yayılmasını təmin edirəm. Yüksək odda meyvələrin rəngi şəffaflaşana və şərbət qatılaşana qədər bişirməyə davam edirik. Mürəbbənin hazır olduğunu yoxlamaq üçün şərbətdən bir damcı nəlbəkiyə damcılayırıq. Əgər damcı yayılmırsa və elastikdirsə, mürəbbəmiz hazırdır. Eyni ilə qaba tökürük, üzərindən xətt çəkirik. Əgər xəttimiz açıq qalırsa, mürəbbəmiz hazır olur. Son toxunuş olaraq üzərindəki kəfləri salfet yardımı ilə yığıram. Mürəbbənin yüksək odda bişməsinin önəmli səbəblərindən biri odur ki, mürəbbəmiz rəngi şəffaf olur. Üzərindəki salfetlə yığdığımız kəflər eyni zamanda əgər mürəbbədə əlavə artıq su varsa, o zaman mürəbbədən suyunu da özünə hopdurur və bu da mürəbbəmizin qıcqırmaması üçün şərait yaradır. Bu cür gözəllikdir, mürəbbəmiz hazırdır. Tam soymasını gözlədikdən sonra bankalara yığırıq. Çiçək formasında möhtəşəm rəngli və ləzzətli mürəbbəmiz hazırdır. Nuş olsun, kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Hələlik!